Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Yenə də qarşınızdayıq. Xəbərlər proqramında da anons etmişdim ki, bugün çox maraqlı bir söhbətimiz olacaq. Çünki studiyamızın qonağı gündəmə baxda verilişinə dəvət etdiyimiz ziyalı dinşünas Elşad Miridir. Elşad bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Yeri gəlmişkən deyim ki, çox sayılı izləyicilərimiz yazırdılar son vaxtlar. Elşad Mirini dəvət edin, Elşad Mirini dəvət edin və həm belə deyək də izləyicilərimizin istəyi həm də ki, bu Azərbaycanda ümumiyyətlə dini mühit hansı səviyyədədir? Bununla bağlı suallarımızı vermək üçün sizi dəvət etmişik və ilk dəqiqələrdən hər birinizdən xahiş edirəm, dəyərli izləyicilərimiz. Yayımımızı bir dəfə bəyənin, nə qədər çox bəyənmə olarsa bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Eyni zamanda kanalımıza abunə olmamısınızsa abunə olmağı da yaddan çıxarmayın. Elşad bəy, bu son İsrail-Amerika-İran müharibəsi bir daha bəzi Azərbaycanlıların fəallığına fəallıq qatdı. Bu xüsusən də İranın otur, dur deməsi ilə hərəkət edən şəxslər idi. Sosial şəbəkələr üzərində, bilmirəm, bəlkə sizə də yazıblar. Bizim özümüzə də çox sayılı belə deyək də bir belə etiraz notası, az qala bunu oxşuyurdu. Etiraz eləyənlər var idi ki, niyə biz susuruq, niyə biz birləşmirik ümumiyyətlə. Hər baxdıqca fikir verdim ki, yəni biz yenicə müharibədən çıxan bir dövlət olaraq bu qədər sosial şəbəkə üzərində bir-birimizə dəstəyimiz yox idi və yaxud da ki, ümumiyyətlə belə bir canfəşanlıq yox idi, hansı ki, İran üçün canfəşanlıq eləyirlər. Ona görə də çox maraqlıdır, ilk sualımı da belə vermək istəyirəm. Azərbaycanda ümumiyyətlə dini təhlükə varmı? Nə yerdədir bizim belə deyə bu dini fanatların vəziyyəti? Bu əvvəllər məsələn ümumi məsələlərə baxdığımız zaman belə bir təhlükənin olmadığını deməyimiz bir pafosdur. Amma reallığa baxdığımız zaman, məsələlərin içində olduğumuz zaman fərqində oluruq ki, belə bir təhlükə formalaşır. Və indiyə qədər baxın, bir neçə hadisə verəcəm. Yəni bu hadisələr, misallar sadə bir misal deyildi. Vaxtı ilə Nərimanov rayonu Cümə məscidinə atılan qumbara məsələsi olsun. Ondan başqa millət vəkilinin iftardan çıxıb evinə gəldiyi zaman dini dünya görüşü ilə bağlı çatdırdığı fikirlərə görə Fazil Mustafanın güllələnməsi olsun. Sonra bəzi meşə qardaşları kimi Qusar rayonunda olan hadisələr olsun və sair kimi məsələlər, ondan əvvəl də Gəncə hadisələrində baş verənlər. Yəni bunun artıq bir əmələ keçirildiyinin şahid oluruq. Hətta indi nə qədər doğru olub-olmadığını bilmirik. Artıq konkret bir cavab olmasa da yazıcı Rafiq Tağının qətlə yetirilməsi məsələsində də bunu gündəmə gətirə bilirik. Ondan başqa çıxışlarımıza görə müəyyən təhdidlərin bizə qarşı yönləndirilməsini də şəxsən yaşayaraq görürük. Və bütün bunlardan başqa bugün virtual aləmdə, digital ortamda baş verən proseslər, insanların bir-birinə olan dini məsələdən olan aqressiyaları sabahlarım hər hansısa bir əllərinə fürsət düşdüyü təqdirdə bunu həyata keçirilə biləcək bir formaya çevrildiyini görürük. Çünki biri başqa birini çox rahatlıqla bugün virtual aləmdə, sosial şəbəkələrdə kafir adlandırır. Məsələn, bu kafir adlandırma əslində hər hansısa bir söz deyil. Kafir adlandırdığı zaman o insanın ölümünə fətva vermək deməkdir. O insanın onlardan olmadığını, onun qanının halal olduğunu, onun hətta müsəlman qəbristanlığına bastırıla bilməyəcəyi kimi məsələlər durur kökündə. Onun ailəsinin özündən artıq olmadığı və s. kimi misallar var. Bunlar da baş verən proseslərin arxa tərəfində olan, bəzən üzərində düşünülməyən məqamlardır. Amma xırda məsələlərdə bugün müəyyən polemikaların, tartışmaların, mübahisələrin təhqir formasına keçməsi bunu deməyə əsas verir. Və bu günlərin biz məsələyə sadəcə bir məzhəb prizmasından deyil, digər məzhəbləri də nəzərə alaraq görürük ki, bəzən özünü hər hansısa bir İranın dini liderini öz rəhbəri kimi görüb, ali şəxs kimi olaraq qəbul edib, onun fikirlərini, ictihadlarını əsas alanlar, bundan başqa müəyyən ərəb ölkələrində olanları, şeyxləri özünün böyük alim olaraq qəbul edib, özlərini hər zaman tələbə kimi təqdim edənlər, bunlar sabahlarım həqiqətən həmin o qarşı durmanı yarada biləcək potansiyala sahib olan insanlardır.
Ümumiyyətlə burada nə da din baş verir faktorudur. ki, bəli, onlar seçir o Sistani ağanı, Xomeini ağanı, nə baş verir və yaxud da onlara o təzyiq metodu hansı şəkildədir ki, onlar belə deyək də boyunlarını əyirlər və o qılıncın altından keçirlər. Burada təzyiqdən söhbət gedə bilməz. Buradakı məsələ sadəcə olaraq insanların o maariflənmədə olan boşluğunun bu şəkildə doldurulmasından qaynaqlanır. Buradakı ən böyük problemi nə də görürəm? Buradakı biz kənarda günahkar axtarmaqla deyil. Faktiki olaraq Azərbaycanın, hətta deyirdilər ki, 3 əsrə bərabər bir tarixi olan Qafqaz Müsəlmanları İdarəsinin səriştəsiz idarə olunması. Həmçinin böyük ümidlərlə qurulmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu günlərim ancaq məscidlərə getməsi, güya sadəcə hansısa kitabların paylanması adı ilə ya da kitablara icazə verməklə işin bitmiş hesab edilməsi, yaxud da icra strukturlarının köməkliyi ilə hansısa tədbirləri gedib bir yerdə keçirilmələri, universitetdə onların özlərinin məsələn deyək ki, çox möhtəşəm bir universitet, institut təsis edildi, Azərbaycan İlahiyyat İnstitutu, sonra onun nəzdində yenə də bir kollecin təsis edilməsi, amma burada aparılan təbliğatların, həmin müəllimlərin yetərsizliyinin bu günlərin kadr problemi ilə qarşı-qarşıya olduğunu görürük. Çünki faktik olaraq məsələn həmin o qurumun sədr müavini çox rahatlıqla mənimlə debata çıxır və debatdan əvvəl jurnalistə deyir ki, mən onu məhv eləyərəm deyən bir sədr müavini. Sonra verilişin ortasında həqiqətən aydın olur ki, məsələn mənim İslamda yoxdur adlı kitabımı qadağan eləyənlər özləri babasıyla oxunan dua deyə kitabların çıxarılmasına icazə verən şəxslərdir. Bunlar da insanlar görür. Bu insanlar da onların dedikləri doldura bilmir. Faktiki olaraq Qafqaz Müsəlmanları İdarəsinin özünün minlərlə, bəlkə də 10 minlərlə din adamı və yaxud da din xadimi olan bir qurumda bugün baxırıq ki, qurduqları YouTube kanalı sadə bir vətəndaşın açdığı YouTube kanalının heç %1-i belə deyil. Yəni bu həqiqətən biabırçılıqdır. Eyni məsələni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlətin dəstəyini aldığı halda müəyyən telekanallarda, müəyyən deyək ki, platformalarda yerlər götürdükləri halda öz yetişdirdikləri alim deyə təqdim olunan dinşünaslarla verilişlər apardıqları halda orada da istənilən nəticənin əldə edilmədiyini görürük. Niyə? Çünki bəzən qorxurlar. Məsələn, mən onların rəhbər şəxslərindən birindən özünün dəvəti ilə bir 3 saatlıq görüşümüz oldu. Mən ona qeyd elədim. Dedim, bu görüşümüzü ictimailəşdirə bilərsənmi? Dedi, xeyr. Dedim, sənlə bizim fərqimiz bundadır. Dedim, sən çünki bu günlərim sadə bir ilahiyyatçı olduğun halda dövlət dəstəyi, dövlət hökumət nömrəsi verilir, sürücü təqdim edilir və bunlardan sabahlarım kənara çıxmağı itki olaraq, itirilmiş bir məsələ olaraq gördüyün halda mən amma bu günlərin podnosda və yaxud da hər hansısa bir təbsidə öz başımı ortalığa qoyub çıxıram. İtirə biləcəklərimi itirməyi nəzərə alaraq edirəm, fərqimiz budur. Çünki bu bizim öyrəndiyimiz, Qurandan öyrəndiyimiz məsələlərdir. Çünki orada Allahın elçiləri, peyğəmbərlər insanlara həqiqətləri çatdırdıqları zaman onların başına gələnləri gördük. Hətta Quranda deyir, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən qurtulacağınızı mı məsələn zənn edirsiniz kimi məna verə biləcəyimiz ayələr var. Yəni ona görə burada bir fədakarlıq olmalıdır. Burada bir həqiqətən ürəkdən gələn məsələ olmalıdır. Bunlar sırf dünyalıqla, maaşla, nəyinəsə, hansısa bir gözləntilərlə həyata keçirilə biləcək məsələlər deyil. Burada çünki mən danışa bilərəm. Mənəvi məsələ var da. Sadəcə mənəvi deyil burada da. Dediyimiz mənəviyyatdan başqa mənəvi məsələlərdən də hər kəs danışır. Bəzən bir də görürsünüz, ateistin özü belə özünün mənəvi dəyərlərdən danışdığına şahidi ola bilirsiniz. Mənəvi dəyərlər anlayışı nisbi olduğuna görə hərə bunu dəyişə bilir. Sadəcə olaraq hər danışılan elə bir danışıq ola bilər ki, buradan girib buradan çıxa bilər. Amma ürəkdən gələn danışıq buradan girib o ürəklərə sirayət eləyəcək. Məsələ budur. Onun təqdimatı, düzgün yaşantısı və bunlar bütöv olduğu zaman, bir yerdə sintez olduğu zaman bunun müsbət nəticələri olacaq. Yoxsa bu günlərim tədbir keçirək, müəyyən standart tolerantlıq sözlərini dəfələrlə ifadə eləməklə bir nəticə olmur. Biz əməldə bunu göstərməliyik. Düzgün sistem qurulmalıyıq. Məsələn, mən bir dənə status yazmışdım Facebookda. Qeyd eləmişdim ki, bu günlərim komitə sədri ancaq fəaliyyət olaraq məscidləri ziyarət eləməklə öz işini bitmiş hesab eləyirsə, bu günlərim Azərbaycanda əgər 2000 məscid varsa, bir də qeyri-İslam təmayüllü dini icmalar və onların məbədləri olduğunu nəzərə alsaq, gündə, iş saatlarında, iş günlərində birini ziyarət eləsə, 6 il yarım ancaq bunları ziyarət eləməklə məşğul olacaq. Yaxud da bir status yazmışdım ki, sədr
özünlə görüşəndə bilmirəm xatırlayırsınız ya yox, Putinin o vaxtı Fransa prezidenti Macronla bərabər görüşündə aradakı məsafə qədər olan bir stulu, masanı qoyub qarşısına eyni şəkildə vətəndaşları qəbul edir. Heç ölkə başçısı belə bir şey eləmədiyi halda, onlarla qucaqlaşıb, görüşüb, selfilər çəkdirdiyi halda ölkə başçısının təyin elədiyi bir məmurun bu cürə yanaşması təbii ki, sənin illərlə aparılan o siyasətin qarşısında ən böyük əngəldir. Bu insanlar məni əngəlləməklə güya bu məsələni aradan qaldırır. Bu çarə deyil. Ona görə burada dəyişiklik lazımdır. Sən əgər bu günləri məscidə gedib, qalusluqda, nə bilim, pencəkdə və s. bir formada gedib, əgər orada da bir sanki başqa bir planetdən gəlmiş insan kimi oralara baxıb, nümayiş keçirib gedirsənsə, bu nə qədər doğru ola bilər? Ölkə başçısı gəlir, əlini qaldırır, dua eləyir, Quranı məsələn götürür. Yəni bunların timsalında bununla müqayisə olunmaz bir ayrı seçkilik var, fərqlilik var. Onda problem Qafqaz müsəlmanları idarəsindədir, ora toplananlardadır. Sadəcə Qafqaz müsəlmanları idarəsində deyil. Həm də ki, dini qurumlarla iş üzrə dövlət komitəsində. Yəni aparılan işlər, baxın, o qədər büdcə ayrılır. Həmin oradakı müəllimlərə verilən maaşlar olsun, digərləri olsun. Amma baxırıq Ramazanda gəlir. Amma sadə birisi hər hansısa bir xaricdə oxuyub, müəyyən bir biliyə sahib olan, savada malik olan insanın açdığı YouTube kanalı və yaxud da hər hansısa bir sosial şəbəkədəki yanaşması onların illərlə apardıqlarından daha çox təsir edir. Dini qurumlarla iş üzrə dövlət komitəsi nəzir qutularına baxır, yoxsa təkcə Qafqaz müsəlmanları idarəsi baxır nəzir qutularına? Belə bir vaxtı ilə bundan əvvəlki sədrin dövründə də belə bir məsələ çıxarılmışdı ki, nəzir qutuları artıq şəffaf olacaq, insanlar ora nə olduğunu biləcək. Ondan başqa demişlər ki, onlayn formada bu həyata keçiriləcək. Sadəcə gündəmlə bağlı deyilmiş məsələlərdə bu günə qədər də heç biri öz həllini tapmayıb. Yəni əvvəlki proses necədirsə, indiyə qədər də eyni şəkildə davam edir. Vətəndaş görə bilər, qutunun içi şəffafdır, atırsan. Amma ki, vətəndaş da qutunun böyründə dayanmır ki, o keçmişdəki bizim olacaq kimi. Qutu deyil axı. Məsələ odur ki, biz bunları düzgün şəkildə həyata keçirə bilirik. Poçt qutusu kimi yanında oturmayacaq, yatmayacaq ki, kim bunu götürdü, hara apardı. Yəni nə demək istəyir? Açıqlaması yox, bir şey yox. Deməli, biz bir dəfə Amerikada olarkən orada dünyanın ən böyük Yahudi fonduna dəvət eləmişik, ora getmişdik. Orada bizim qarşımıza qoyulan özlərinin raportlarında bir məqamı görmüşdük ki, bu təbii ki, mən tək getməmişdim, bir heyət halındaydı. Orada gördüyümüz o idi ki, ora $100,000 bağış eləyən, donate eləyən insanların, nəzirlərin qeydləri var. $1 eləyənin də qeydləri var idi. Və onların hara xərcləndiyi ilə bağlı da raportları var idi. Amma biz bunları təəssüflər olsun ki, görə bilmirik. Onlarda səhv eləmirəmsə, müəyyən qədər maddi imkanı aşağı olan elə yahudilərə sərf olunur o pullar. Ehtiyac sahiblərinə sərf olunur. Təbii ki, sadəcə o deyil, başqa məsələlər də var. Məsələn, onların özlərinin qoyduqları plana uyğun olaraq apardıqları bir təbliğat sistemi var. O təbliğata görə də həyata keçirir. Məsələn, onların ultra-ortodoks yahudilər əslində kişiləri işləmədiyi halda o yardımlarla onları öz missiyalarını davam elətdirirlər. Bu günlərimdə eyni şeyi biz Azərbaycanda din xadimlərdən qarşı görürük. Hətta onların bir çoxunun aldıqları maaşlar yardım adı ilə Dövlət Komitəsinin tərkibindəki fonddan aldıqları yardımlar bizim müəllimlərin aldıqları maaşlardan daha çoxdur. Amma nəticə nədir? Heç nə, gedirlər deyişik yas məclislərinə. Orada bir sanki ayəni götürüb oxumaqla və yaxud da Allah rəhmət eləsin deməklə və yaxud da üzr istəyirəm bu ifadəmə görə qırıq maqnitofondakı kimi eyni şeyləri səsləndirməklə insanları bezdirirlər. Yəni orada maarifləndirmə yoxdur. Hətta keçən dəfə biri deyir ki, filan bölgədə gedirik, yas məclislərində ancaq mövzu sizdəndir. Sizin ancaq əleyhinizdə təbliğat aparılır. Dedim, canları sağ olsun. Yəni əsas odur ki, bir oyanış var ki, bunlar o anti-təbliğata aparırlar. İnsanlar sorğuluyur. Sorğulamasa əleyhində bu qədər videolardır, bu qədər müxtəlif yazılar. Demək ki, təsir edir çıxışlarınız. Şükürlər olsun. Niyə? Çünki əvvəllər biz 20 il əvvəllərdən bunu həyata keçirirdik, mətbuatda yazırdıq. İndinin özünə fikir verin, təkcə İslamla əlaqələndirən yas məclislərində inzibati qaydada da olsa, yemək içməyin verilməsi aradan qaldırılır. Yəni bunlar həqiqətən insanlara gördülər ki, maarifləndirmənin bir tərəfi qədər gedir. Ondan sonra təsiri müəyyən qədər zəif olduğuna görə digər bir mexanizm ortaya daxil olur və bunun aradan qaldırılmasına şərait yaradılır. Bu kim üçündür? Bu təbii ki, xalqın faydasına olan bir məsələdir. İsrafın qarşısını almaq üçündür. İnsanların bir-birinə özünü göstərməyə çalışmasının önünə keçmək üçündür. Gözəl bir anlayışı və bu da alqışlanmalıdır əslində.
Davam eləyəcəyik və sizə çox sayılı suallarım var Elşad bəy. Dəyərli izləyicilərimiz, yeni qoşulan tamaşaçılarımız, hamınızı salamlayıram və hamınızdan xahiş edirəm yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Bir neçə saniyədən sonra yenə də burada olacaq. Məfhumatdan və xurafatdan bezmisinizsə, Elşad Mirinin YouTube kanalına abunə olun və paylaşın. Davam eləyirik. Bugün Sistani ağanı və yaxud da ki, İsrailin Amerikan hücumu nəticəsində öldürülən Xameneini özü üçün belə deyək də, az qala bilmirəm, Allaha qat deyək də, belə qaldıran insanlara bir də deyirsən ki, sən peyğəmbər də yoxdur. Yəni sizin belə bir, daha doğrusu peyğəmbərə itayət də yoxdur. Sizin belə bir çıxışınız var və peyğəmbərdən nümunə götürmək yoxdur məsələsi. Bunu istəyirəm ki, bir qədər də açaq ki, bunu nəyə əsaslanıb deyirsiniz? Çox maraqlı bir sualdır əslində. Mən bir məqamı qeyd edim. Baxın, birinci insanlar təəssüflər olsun ki, Quranın sadəcə sanki din xadimlərindən gəldiyini bir fikri formalaşır. Özləri açıb oxumurlar. Niyə? Bununla bağlı çünki müəyyən problemlər yaradırlar. Neyinir? Qadınsansa mütləq Quranı oxumaq üçün başını bağlamalısan. Qadınsansa mütləq təmiz olmalısan. Yaxud da başqa bir insansansa, hər hansısa bir cinsdən mütləq dəstəmaz almalısan. Amma bunların heç biri Quranda yoxdur, bunu qeyd edeyim. Çünki bu maneələrin heç biri Quranı oxumağın önündə bir əngəl ola bilməz. Çünki əlimizdə bugün sosial şəbəkələr, əlan, Quranları olan telefonlarımızda hər cür aparaturalar var. Bunlar yəni əsas deyil artıq. İkinci bir məsələ, məsələn, Peyğəmbərə itaət. Çünki Quran-ı Kərimdə baxın, bizim ən böyük problemlərimizdən biri odur. Quran tərcümələrindəki xətalardan biri odur. Quranın heç bir ayəsində nəbi deyilən, məsələn, peyğəmbər mənası verə biləcəyimiz ifadəyə itayət eləmək yoxdur. Tabe olmaq yoxdur. İttiba eləmək yoxdur. Ancaq kimə var? Rəsula var. Rəsul kimdir? Çünki nəbi, məsələn, bu günlərim deyək ki, əgər Səidə xanım jurnalist isə, öz ixtisasından, peşəsindən görə, amma rəfiqələrlə danışdığı zaman jurnalist olaraq deyil, rəfiqə həmin o Səidə olaraq və yaxud da evdə ana Səidə olaraq, yoldaşı ilə xanım olan Səidə olaraq danışır. Peyğəmbər də nəbi olaraq insanlarla ömür boyu artıq nəbidir. İnsanlarla danışdığı zaman ey Ayşə oradan bir çay gətir misal üçün deyəndə, yaxud dostlarıyla gedək bir yerdə məsələn bunu eləyək deyəndə, bu Allahın elçisi olaraq deyil, adi insan olaraq, amma ömür boyu nəbidir, onu deyir. Amma onun rəsulluğu, elçilik missiyası Allahdan gələnləri insanlara çatdırmaqda olur. Bunu eləyərkən bəli, həmin o ifadələrə, həmin o sözlərə hər birimiz tabe olmalıyıq. Hər birimiz itayət eləməliyik. Çünki o peyğəmbərin şəxsinə itayət deyil. Artıq Allaha itayətdir. Bu günlərin məsələn hər hansısa bir qanunvericilikdə olan o maddələrə bizim tabe olmağımız, onu yazan şəxsə tabe olmaq deyil. Həmin o mexanizmə, sistemə, bəli, tabe olmaqdır. Bunu biz dəqiqləşdirdiyimiz zaman hər şey aydın olacaq. Çünki Məhəmməd Peyğəmbər də bir insan idi. Sən bu günlərim onun nümunə götürüb, onun su içərkən necə içdiyini misal götürə bilmərsən. Və yaxud da yemək yeyərkən yerdən oturub, bir ayağını qaldırıb yemək yemək adətini sən bunu İslamlaşdıra bilmərsən. Çünki bu bir ərəb idi. Ərəb adət ənənəsinə görə, örfünə görə hərəkət edirdi. Amma Allahdan gələnləri olduğu zaman bilirsən ki, bu peyğəmbər vasitəsilə insanlara çatdırılır. O peyğəmbər burada elçilik missiyasını yerinə yetirir, rəsulluq missiyasını yerinə yetirilir. Ona tabe olmaq şəxsə deyil, onu göndərənə, yəni Allaha tabe olmaqdır. Məsələn, bunun başqa bir misalla da qeyd eləmək olar. Deyək ki, bir ölkə başçısı başqa bir ölkə başçısına bir məlumatı göndərdiyi zaman bir məsələni oradakı səfir vasitəsilə həyata keçirilir. Səfirlər dəyişə bilər, amma onlar hər bir zaman öz hökmünü davam etdirir, qoruyur. Amma peyğəmbərin şəxsini nümunə götürmək istəyən, o zaman peyğəmbər kimi bir xanımla yox, deyir ki, ondan çox xanımla evlənməli idi və yaxud da onun kimi belə pencəkdə və s. də yox, gedib cələbiyyə və yaxud da ona uyğun bir əba geyinməli idi. Yaxud da deyir ki, bu günlərim ən modern maşınlarda deyil, dəvə ilə, atla gəzməli idi. Amma buna yanaşanlar təəssüflər olsun ki, bu məsələni bir tərəfə qoyurlar. Başqa prizmadan insanları peyğəmbər adı ilə aldadırlar. Yaxud da digərləri gəlir, bir də baxırsınız ki, Allahla aldadırlar insanları. Quranda bir ifadədir. Niyə? Çünki insanların bəzən əli çatmadığına görə, araşdıra bilmədiklərinə görə həmin o deyən insanların həqiqət olduğunu qəbul elədiklərinə baxır. Deyirsən, harada gəlir bu? Deyir, məsələn, Buxaridə gəlir. Açıb oxuyurmu? Xeyr, oxumur. Amma Buxarini açıb oxuyursan, bilirsiniz nələr var orada. Güya Peyğəmbər
yolda bir xanım, gözəl bir xanım Bəli. gördüyü zaman dərhal Deyir öz ki, yoldaşının mən- yanına bəli. qaçırmış ki, güya onunla birlikdə olsun deyə ifadələr var, üzr istəyirəm tamaşaçılarda. Ondan başqa məsələn peyğəmbər bir gündə 9 xanımı ilə Birisi. birlikdə olurmuş kimi ifadələrə rast gəlirik. Yəni bunu oxumaq nə deməkdir? Bunu bilməyimiz nəyi dəyişir? Həqiqətən belə bir şey olubmu? Həqiqətən peyğəmbər özü Bəli. belə bir söz deyibmi? Bunu deyibsə nəyi demək istəyirdi? O peyğəmbər olmağını mı, yoxsa kişilik anlayışını mı önə çıxarırdı? Peyğəmbər deməyibsə xanımlar bunu deyirdi? Xanımları deməyibsə peyğəmbəri kimsə pusurdu mu? Burdan mı öyrənirdilər? Yəni baxırıq bunlar əksinə peyğəmbəri tərifləmək, ucaltmaq, ali bir şəxs kimi təqdim eləmək, onu nümunə Əvəzinə, götürmək deyil, bəli. əksinə aşağılayırlar. Aşağılamaqdır, bəli. Aşağılayırlar və onu insani olaraq deyil, qeyri-insani və yaxud da beldən aşağı bir şəxs kimi təqdim elədiklərinin fərqində deyirlər. Və bunu bəzən götürənlər də o zaman qadınları aşağı salırlar, patriarxal bir din anlayışını ortaya çıxarırlar. Bu isə bizim bildiyimiz İslam deyil. Çünki Allah da Quranda heç bir zaman belə bir anlayışı bizə təqdim edir. Bəlkə ona görə siz hədisləri rədd edirsiniz, hədisləri inkar edirsiniz. Çünki hədis sanki kimin ürəyinə istəyib, kimin ağlına nə gəlib, belə kefi necə istəyib, elə bir cümlə ilə keçib. Çünki bilirsiniz o Quran qalır bəzən kənarda, düz heç biz ona da əmin deyilik. İndi biz deyirik bəzi ayələr var. İndi keçən dəfə bu sosial şəbəkədə TikTok fenomeni elə çevikin bir fikri var idi. Deyir belə bir Quranda ayə var ki, peyğəmbərin xanımları başqa kişilərlə danışanda əzilib büzülməsinlər. Varmı belə bir ayə? Tərcüməsi elə verilir, bəli. Deyir, yəni peyğəmbərin xanımı əzilib büzülürdü ki, başqa kişilərin yanında özünü. Əslində bu da bir qədər, yəni belə sual verəndə məntiqli görürsən ki, Quran da yəni o deyil də əslində. Sanki Allahın buyurduqları başqa yerdə qalıb, bunu da yenə özlərinə xas Biz bir özləri şey istədikləri kimi Baxın, yönləndiriblər. burada Buyurun. bu günlərin deyilənlər, iddialar, müəyyən tərcümələr üzərində iddia qaldırmaları başda olursa, ağıllı insan, araşdırmacı insan, tədqiqatçı insan nə edir? Mən baxıram ki, bəli, yüzlərlə belə tərcümə var. Mən ilahiyyatçıyam, dinşünasam, tədqiqatçıyam, doktorandam. Məsələyə daha fərqli bir şəkildə yanaşıram. Araşdırmaqla. Bəli, araşdırmaq çətin bir prosesdir. Amma Bunu Quran demək- əslini həqiqətən Quran də əsli, tapa bəli, bilirsinizmi, əlbəttə, oxuya niyə bilirsinizmi? tapamırıq? Niyə yoxdur? Bu günlərin məsələn, mən özüm şəxsən dünyanın məsələn 79 ölkəsində olmuş bir insanam. Getdiyim yerlərdə də məsələn bu dini abidələr olsun, yerlər olsun, məkanlar olsun, şəxsən birbaşa ziyarət eləyirəm və yaxud da bəzən oralardan çəkiliş aparıram. Quranın ilk nüsxələrlə bağlı heç məsələn İngiltərəyə, Birmingham Universitetinə getsəniz, artıq internet resurslarında da var. Onlarda tapılmış Quranı, bunun kimi müsəlmanlar tapmayıb, onlar karbon testindən də müəyyənləşdirirlər və o nüsxə peyğəmbərin dövrünə gedib çıxan bir nüsxədir. Bundan başqa açırsınız, yenə də internet üzərindən bunu görə də bilərsiniz. Almaniyada Tübingen Universitetində həmin o Quran nüsxəsini birbaşa üstündə nə hərəkə olan, nə nöqtə olan həmin o nüsxələri görə bilirsiniz. Bundan başqa məsələn Sankt-Peterburqda, məsələn mən özüm şəxsən gedib orada çəkilişini də aparmışam. Həmin o Quran nüsxələrini, ilk nüsxələrdən birini onu görə bilirsiniz. Eyni zamanda bu gün Özbəkistanda, Daşkənddə onun da icazə vermirdilər, sağ olsunlar, polislərin yanında. Məsələn, onun da çəkilişini aparmışam. Onun da tıpqı basım deyirlər. Eyni forması artıq nəşr olunur. Onu da görə bilərsiniz. Bundan başqa, məsələn, Misirdə, hal-hazırda Yəmənin paytaxtı Sənada, orada tapılan Səna nüsxəsi də deyirlər. Bəzən İmam Əli nüsxəsi deyirlər. Və orada olan həmin o nüsxənin üzərində tədqiqat aparanlar da almanlardır, alman mütəxəssislərdir. Həmin o tədqiqatın maliyyə tərəfini də Almaniyanın məşhur şirkətlərindən biri olan Volkswagen firması maliyyələşdirir. Yəni bunlar bu günlərin İslam dünyasında olan Quran nüsxələri, məsələn, xristianlıqda yoxdur, Yahudilikdə yoxdur. Amma bu gün sadəcə Vedalarda da yoxdur, məsələn. Buddizmin Tripitakalarında da yoxdur. Amma bu gün mövcud olan sadəcə Quran üzərində var və bunu da müəyyənləşdirilib və indiki məsələ sadəcə onun həmin o Quran olub-olmadığı məsələsi deyil. Mövcud olan Quran uyğun olub-olmadığı, tərcümələrin doğru olub-olmadığıdır. İndi gəlirəm digər tərəfinə. Bu tərcümə verildiyi zaman, məsələn, ey Nəbinin xanimləri, nə verilir orada? Nəbi kimdir? Zövc mənası, xanım mı, yoldaş mı mənasından gəlir. Məsələn, Quran-ı Kərimdə İmrətun sözü də gəlir, Nisa sözü də gəlir. Bundan başqa zövc sözü də gəlir. Bunların siz hamısına əgər qadın mənası versəniz, qadın mənası tam verə bilmirsiniz. Məsələn, yoldaş mənası da ola bilir, başqa mənada istifadə elədiyini də görə bilirik. Amma sadəcə biz hər bir şeyə eyni mənanı verib, tərcümələri götürüb,
İslamın üzərinə bugünkü ənənəvi İslam anlayışında çox rahatlıqla hücum eləmək mümkündür. Onda səhv tərcümə bilərəkdən olunub da planlaşdırılmış şəkildə belə çıxır, bilirsiniz yoxsa? necədir? İlk əlimizdə mövcud olan təfsir Muqatil bin Süleymanın təfsiridir. Bunun da hər nə qədəri eyni şəkildə gəlib çıxıb-çıxmadığı müəmmalı olsa da bir məqamı qeyd eləyək ki, o yazılarkən Abbasi hakimiyyətinin tələbi ilə, layihəsi ilə, maliyyəsi ilə yazılmış bir əsərdir. Bu da əsər elə qorunur. Sabahların siz bir kitab yazanda, bu günlərim elmi iş yazanda ilkin mənbələrə müraciət eləməlisiniz. Həmin o ilkin mənbə olaraq da məsələn təfsirlərdə Muqatil bin Süleyman göstərilir. Amma bir şey unuduruq ki biz, Muqatil bin Süleymanın həmin o yazdığı təfsir bir iqtidarın öz ideologiyasının içini doldurmaq üçün tələbi nəticəsində yazılmış əsərdir. Yəni bunları araşdırıb tapa bilməsəniz, sinxron məsələyə yanaşmasanız, digərlərlə müqayisə apara bilməsəniz, o zaman bəli bu səhvin içinə düşəcəksiniz, günümüzə qədər də belə gəlib çıxacaq. Amma məsələn bir tədqiqatçı, tarixçi, məşhur tarixçi, müsəlman tarixçi Əl-Vaqidi var. Onun əsərini araşdırır. Baxır deyir ki, məsələn, Vaqidi bu günlərin Peyğəmbər haqqında bu ifadəni işlədə bilməz. Amma baxır bütün nüsxələrdə var. Bu günlərin biz çox rahatlıqla çap olunur və yaxud da PDF-i var, bir-birimizə paylaşa bilirik. Nəşrlər çoxdur, amma həmin dövrü bir də həmin dövrə uyğun izah edək. Görürük ki, həmin o Vaqidinin yazdığı kimdir? Vaqidi oturub bir dənə kitab yazır. Bu oturub öz əl yazması ilə 10 dənəsinə yenisini yazmır ki. Ondan sonra mirzələr, başqaları yazır, çoxaldır. Bunun satışını həyata keçirirlər. Belə bir sənaye var idi artıq. Belə bir sistem var idi, mexanizm var idi. Ondan pul qazanırdılar. Baxır ki, məsələn, ilk Vaqiddən sonra yazılan 6 nüsxədir. 6 nüsxənin 3-ünə baxır ki, 3 eynidir, digər 3-ü isə fərqlidir. Bu 3-ü baxır ki, həmin o Vaqidiyə zidd olan, öz məzhəblərinə uyğun, Vaqidinin həmin o fikrini oradan silibdilər. Bunlar öz düşüncələrinə uyğun gəlmədiklərindən onun üstünə xətt çəkilib. Amma gedib ilk nüsxəni tapdığı zaman bəli, həqiqətən tapılır ki, Vaqidi burada bunu yazmayıbmış. Yəni bunu eləməkdən ötəri insan oturub sadəcə masa başında, mikrofonun qarşısında danışmaq deyil. Vaxt sərf eləməlisən, elmin olmalıdır bundan ötəri, maliyyən olmalıdır bundan ötəri, o tərəfləri araşdıra biləcək bir bazan olmalıdır, backgroundun olmalıdır. Bunlar olmadığı zaman oturub biz bu günlərim kimisə nəyinsə yazdığını dərhal rahatlıqla deyə bilərik, populizm yaradırıq. Bu araşdırma deyil, bu elm deyil. Bu sadəcə olaraq müəyyən sabun köpüyü kimi, müəyyən o seriyaların gəlib, ondan sonra deyir, aşığın sözü qutarandan sonra deyəcəyi sözlərə çevrilən bir məsələlərdir. Əsassız bir məsələlərdir. Çünki bəzi platformalar var ki, orada həqiqətən elm insanları oturub vaxtını orada keçirmirlər, daha çox elmlə məşğul olmağa çalışırlar. Ondan sonra da onların bəzi komandaları olur ki, onların hazırladıkları videolardan, YouTube üzərindən daha elmi bir yanaşmalardan qısa nələrsə kəsib hazırlayıb bir xülasə olaraq oraya eləyirlər ki, kimsə maraqlananlar onun daha geniş formasına baxsınlar. Baxandan başqa da bəziləri də daha ciddi araşdırmaq istəyənlər həmin adamın kitablarını əldə eləyib, həmin o kitablardan bunları oxusunlar, öyrənsinlər. O zaman həqiqətən məsələ aydınlaşacaq. Amma biz bu günlərim o qədər informasiya bataqlığı, o qədər belə hətta bunu işlətməyimdə ümid edirəm ki, yanlış anlaşılmaz bir zibilliyinin, burulğanlığının içindəyik ki, informasiyalar o qədər gəlir, tez-tez keçir ki, bunu qəbul eləyib, mənimsəyib, onu araşdırmağa meyilli olmuruq. Bir ələkdən keçirilmir. Ona görə də bir insanın qəzetlərin vaxtında da nə qədər idi? Biz gözləyirdik ki, sabahın qəzeti çıxacaq, orada hər hansısa bir kimsə köşəsi olacaq, orada təhlil oxuyacaq, analiz. Bu günlərin təəssüflər olsun ki, yeni nəsil bu analizdən məhrum olur. Onu görə bilmirik və təbii ki, bu da belə bir məsələlərə insanlar aparır. Çünki o qədər Quran ayələri var. Baxın, sizə bir hətta hədis danışım. Hədislərdən siz sual verdiniz, bu tərəfə yönəldi. Hədislərin də özlərinin kateqoriyaları var. Bunlar da sonradan bölünüb kateqoriyalara. Məsələn, ən səhih hədis olur. Məsələn, deyir ki, bir dənə hədis var. Bu hədis 3 kateqoriyaya bölünür. Səhih deyirlər buna, ondan sonra həsən deyirlər. Sonra deyir ki, zəif deyirlər. Zəifə baxırsınız, orada artıq onların da bölümləri var. Məvzu var, mətruk var. Məsələn, uydurulmuş zəifin bölümündədir. Həsən 2 yerə bölünür. Səhih 2 yerə bölünür. Bir də bunlardan başqa daha güclü olan mütəvatir hədis var. Məsələn, birini misal deyim, hamının ən məşhur bildiyi, bəlkə də bəzilərinin də yeganə olduğunu deyir. Məsələn, ərəbcəsi belədir. Mən kəzəbə əleyyə fəlyətəbəvə məqədəhu minənnar. Kim mənə yalan isnad eləyərsə, cəhənnəmdəki yerini hazırlasın. Peyğəmbərin belə dediyi bildirilir.
Sonra ikinci bir versiyası da var bunun. Əslində bunun onlarla versiyası var. Mən sadəcə ikincisini qeyd edəcəm. Deyir mən kəzəbəliyyə mütəammidən fəlyətəbəvvə məqədah minənlər. Kim mənə qəsdən yalan istinad edirsə, artıq qəsdən sözü əlavə olunur. Yaxşı, Peyğəmbər bu sözü niyə deyib? Peyğəmbərin vaxtında bir nəfər gedir istədiyi bir xanım olur. O xanımı ona vermirlər. Gözəl göyçək bir xanım olur. Gəlir deyir ki, Quba şəhərində telefon yox, bir şey yox. Bir informasiyanın gedib gəlməsi ilə günlərlə vaxt tələb edən bir yerdir. Deyir ki, Peyğəmbər deyib ki, qızınızı bu adama verin. Onlar da Peyğəmbər dediyinə görə və orada da Nəbi ilə Rəsul məsələsində biraz Peyğəmbərin dediyini başçı olaraq və yaxud da itaət olaraq təsvir olsun, qəbul elədiklərinə görə araşdırmadan qızlarını verirlər. Sonra da bu məsələnin üstü açılandan sonra Peyğəmbər bu sözü deyir. Ki, kim mənə yalan istinad edirsə cənnət. Amma bu günlərin bizim özümüzün belə internet əsrində, internet dövründə demədiyimiz sözləri bizim adımızdan çox rahatlıqla deyə bilirlər. İndi sağıq etiraz edə bilirik, doğrusunu deyə bilirik, video çəkə bilirik. Amma bilməyən insanlar təsəvvürün bir dəfə bir yerdə oturmuşuq. Deyirsən, cənnət cəhənnəmi inkar edirsən. Deyirəm, mən elə bir şey deməmişim. Deyir, yox, oxumuşam. Deyirəm, canlı qarşındayım. Hətta Quranı inkar edirsiniz. Canlı qarşındayım. Bunu deyirəm, deyə bilmərsəm, soruşan varsam. Deyir, yazırlar. Deyirəm, əgər yazılanları qəbul eləyəcəksənsə, artıq bizim söhbətimizin bir mənası qalır. O zaman söhbət. Bəlkə də yenə də deyirəm, ona görə də deyirlər ki, siz Qurana qarşı çıxırsınız, hətta bu haqda videolarda çəkirlər, amma dedikləriniz əslində qondarma Qurana qarşı çıxmaqdır da. Çünki Quranın əsli Quranın yanlış tərcümələrinə qarşı, bəli. Çünki tərcümələrin hamısı yanlışdır deyə bilmərik. Çünki 2 üstə gəl 2-dir. Bunu məsələn deyirsən ki, filan kəs gəl, bunun eynidir. Amma elə bir fundamental deyə biləcəyimiz məsələlər var ki, baxırıq ki, belə bir tərcümə verilə bilər. Bir misal. Deyir, Allah istədiyinə hidayət verər, yəni doğru yola göstərər, istədiyini də zəlalətə salar. Normal ağlı başında insan həqiqətən sorğulayar, soruşar, öyrənmək istəyir ki, qardaş, birincisi Allah bunu belə eləyirsə, nəyə görə eləyir? Biz Allahın işinə qarışamırıq deyirlər. Yaxşı, Allah əgər belə eləyəcəksə, o zaman mən niyə yaxşı insan olum? Bəlkə mənə ömrümün sonunda, son 5 ilimdə pis insan olmaq yazıb. Bəli. Mən o qədər bu zamanı eləyəcəyimi, elə ömrümü istədiyim kimi yaşayayım, elə axırda da nə yazıbsa ona gedərəm. Yəni, sanki Allah bir senaristdir, Allah yazıb, biz də həmin o senarini oynayırıq. Amma halbuki Allah istəyənə doğru yolu göstərər mənasına verildiyi zaman mövzu tamamilə dəyişir. Çünki burada istək həmin o insanın özündən gəlir. Biz bunu dərk elədiyimiz zaman məsələ dəyişir. Ondan başqa tərcümələr verirlər, baxırsınız ki, Ərəbistanda oxuyub, ömrünü ora verib, yazır ki, Nur surəsinin 11-ci ayəsində Ayşəyə iftira atanlar. Qardaş, Quran-ı Kərimdə Məryəmdən başqa heç bir qadının adı çəkilmir. Ayşə sözünü necə ora verirsən? Hədislərdən o ayənin rəvayətə qurban verdiyinə görə gətirir onu eləyir. Sonra Əbu Bəkirin adını verir, sonra filan kəsin adını verir və ona görə də böyük problemlər yaşanır. Sonra gətirir Yusifə məsələn Züleyxana əlavə verirlər. Qardaş, Quranda bunların heç birinin adı yoxdur. Bəli, sizin yeri gəlmişkən bir Yusif Züleyxa bir açıqlamanız da oldu. Bu da yəni insanlar arasında belə deyək də bir maraqla qarşılandı. Ümumiyyətlə Yusif Züleyxa hadisəsini siz inkar etdiniz. Demək ki, belə bir şey olmayıb. Bu da ki, kiminsə bir beyninin, ağlının nəticəsi də ortalığa çıxartdığıdır. Baxın, Səidə xanım, həqiqətən burada da elə bir məsələ var. Mən sizə indi yanınızda elə Quranı açım. Elə canlı yayımızda da onu göstərim. Quran-ı Kərimin 12-ci surəsi var, Yusif surəsi. Baxın, Yusif surəsinin 6-cı ayəsini açıram. 6-cı ayəsindən belə bir tərcümə veriblər. Mövcud tərcümələri. Deyir ki, beləcə Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək. Güya Peyğəmbər seçəcək, Peyğəmbərin missiyası yuxu yozan olacaq. Ərəbcəsindən baxırıq, nə deyir? Deyir, və kəzəlikə və beləliklə yectəbikə, yəni səni bir prosesə soxacaq, Rabbuka, sənin Rəbbin və yuallimuka və sənə təlim eləyəcək, öyrədəcək, min təvilil əhədis, hadisələrin təvilindən öyrədəcək. Hadisələrin təvili nədir? Analizdir. Yuxu yozma başqa hadisələrin heç əlaqəsi yoxdur. Bəli. Amma bunu niyə? Çünki beyinlərdə bir yuxu yozan Peyğəmbər anlayışı çıxarıbdılar. Ona uyğun seriallar çəkildi və ona görə Peyğəmbəri yuxu yozan bir insan kimi təqdim edirlər. Əslində bu Peyğəmbəri ucaltmaq deyil, aşağılamaqdır. Yəni həqiqətən Allah seçir, seçdiyinə deyir ki, get cəmaatın yuxularını yoz. Budurmu yəni İslam? Budurmu din anlayışı, Peyğəmbər təsəvvürümüz? Züleyxa məsələsində inkarınız nədir? Bəli, Züleyxa məsələsinə baxın. Gətirirəm orada da yenə 12-ci surənin 23-cü ayəsinə. Görün necə tərcümə verirlər. Onu da mən sizə buradan
mövcud tərcümanı oxuyacağam. Dəyərli izləyicilərimiz, siz yayımızı bəyənməyi unutmayın ki, daha geniş auditoriya bizi izləyə bilsin. Baxın, 22-ci ayədə hələm var ki, Yusif deyir, yetişkin çağına çatdıqda biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Sonra biz yaxşı iş görənləri belə mükafatlandırırıq. 23 ay evində qaldığı deyir, qadın onu yoldan çıxarmaq istədi. Qadın onu yoldan çıxarmaq istədi. Və qapıları bağlayıb yanıma gəl dedi. O isə Allah uzaq eləsin. Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdı. Şübhəsiz ki, zalimlar necə tapmazlar dedi. Sonra 24-də deyir, qadın ona meyl eləmişdi. Əgər Yusif Rəbbinin dəlilini görməsəydi, o da ona meyl eləyərdi. Beləcə biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. İndi gəlirəm bura. Birincisi, burada ravədət sözü var, feili var. Bunun da əsası ravədədir. Ravədə. Baxırsan, bu sözdə belə bir məna var. Ravədə dediyi zaman ərəb dilində bu müfəələ babı deyilən bir şey var. Məsələn, qatələ dediyi zaman kimləsə savaşdı. Və yaxud da kətəbə dediyin zaman yazışdı. Yəni bunlar tək tərəfli olmur da, qarşılıqlı olur. Ravədə dediyin zaman əgər həqiqətən qadın istəyibsə, bunu Yusif də istəyib deməkdir. Amma Yusifi buradan çıxarırlar. Niyə? Burada qadının da bunu hardan götürürlər? Çünki Tövratda belə bir rəvayət var. Həmin o Yahudilərin əlindəki Tanahın ilk bölümü olan Toranın da birinci hissəsi olan yaradılış bölümündə bu haqda o cürə məna verdiklərindən görə eynisini götürübdülər və tərcümanı ona uyğunlaşdırıbdılar. Halbuki Allah Quranda Tövratda məsələn Süleymanın kafir olaraq adlandırılması Quranda kafir olmadığını deyir. Davudun orada sərkərdəsinin xanımı ilə olma məsələsinin burada elə bir şeyin olmadığını qeyd eləyir. Ondan sonra Lut peyğəmbərin qızları ilə yatma məsələsinin elə bir şey mümkün olmadığını qeyd elədiyi halda gətirib Quranda orada yazıldığına görə eyni şəkildə götürübdülər. Onunla uyğun rəvayətlər çıxarıbdılar. Züleyxa qissəsi, eşq qissəsi, arxadan köynəyə çırma məsələsi belə mənalar veribdilər. Onlara baxırsan ki, qardaş, burada məsələn sonrasından gəlirsən 25-də Vostabaqa deyir. Müsabiqə sözüdür Azərbaycan dilində oradan da. Bunlar qaçdılar deyə. Qaçanda bu bir-birini yırtmaq, dartmaq və s. üçün deyil. Sonra qadın əgər bunu həqiqətən qadın üzr istəyirəm bu ifadəmə görə, istəsə də, istəməsə də qadın kişiyə təcavüz eləyə bilməz. İstəyə bilər, eləyə bilməz. Çünki niyə? Kişi bunu istəməsə, qadın heç bir şey eləyə bilməz. Çünki istək kişidən gəlməlidir. Yəni, burada baxıram ki, insanlar öz dünya görüşlərini, öz fantaziyalarını uyğunlaşdırıb elə bir tərcümə veribdilər ki, sanki Allah bir qadının içindəki hissini, duyğusunu bu cürə təqdim eləyib. Məsələ də burada Yusif Züleyxa minvalında bəhs olunur. Digər məsələlər qaldı bir kənarda. Burada əslində iki peyğəmbərin, Yaqub, Yusif qissəsidir, ata-oğul məsələsidir, onun müzakirələridir, orada qardaşların insanlara törətdikləridir, burada dövlət məsələləridir əslində, dövlət məsələlərində həmin o qadın, bizim orada Potifar dediyimiz həmin o qadının arvadı deyilən deyil, Əzizin xanımından getmir söhbət, orada ümumiyyətlə iqtidar savaşından gedir söhbət, bunu da videolarımda açıqlayacağım. Amma təkcə təsəvvür edin, bir dənə Yusif surəsinin 23-cü ayəsini açıqlamağa YouTube kanalımda 2 video hazırladım. 1 saat təkcə o çəkilişidir. Orada çəkiliş deməyim, belə efirə gedən formasıdır. Amma bunun arxa planı aylarla gedən bir məsələnin araşdırmalarını ortaya qoyduğudur. İnsanlar indi bunu görüb çox rahatlıqla, həmin o dindarlar, dindoşlar, çox rahatlıqla belə lağ eləyə bilirlər, məsxərəyə qoya bilirlər, istehza eləyə bilirlər. Amma bunu araşdırmağı heç bir zaman ağıllarına gətirmirlər. Niyə? Çünki biz təfsirlərə deyir, baxmısanmı? Deyirəm, baxmışam. Təfsirlərdə lap biabırçılıqdır. Qadının soyunması, uzanması, Yusifin nə bilim ayaqlarının arasına gəlməsi və s. o qədər şey gətiribdilər ki. Mən bunu oxuyanda deyirəm ki, yaxşı ki, uşaq vaxtı bunu oxumamışam. Çox biabırçılıqdır. İnsanı dindən tamamilə soyudar, uzaqlaşdırar, kənarlaşdırar və qaçırdar. Yəni, belə bir din anlayışını necə veribdir? Bu nə fantaziyadır? Bu nə düşüncədir? İnsanlar necə olur? O vaxtı, məsələn, indi internet var, insanlar hər şeyi əlləri çatır. Deyək ki, bir dövrlər 1001 gecə nağılları kitabı çıxanda SSR dövründə insanlar bir-birindən alıb oxuyurdular ki, güyənlər, bu Qurana belə bir şeyləri necə rəva bildirsiniz? Peyğəmbərə necə belə bir aşağılanmağa gətirib çıxartdınız? Deməli, o zaman orada qarşılıqlıdırsa, deməli, Yusifin də meyli var idi. Yusifin qarşısında nə aldı? Deyir, orada bir burhan gördü, Rəbbinin burhanını. Qardaş, o zaman o Rəbbinin burhanını görür, başqaları görmürsə, o başqaları görməyənlər demək günahkar olur. Yusif burada gördüyünə görə günahdan deməli qurtula bildi. Belə bir məntiq ola bilərmi? Belə bir yanaşma ola bilərmi? Belə bir din anlayışı, belə bir Quran tərcüməsi ola bilərmi? Ona görə araşdıranda görürəm ki, tamamilə başqa bir şey çıxır. Ötən gün
Məsələn, rayonlarımızda idim. Mən yenə bir ərəbşünasla bir söhbətimiz oldu. Orada ona soruşuram. Acə məsələn Quran-ı Kərimin tərcüməsində var ki, Süleyman peyğəmbərin qarışqa ilə danışması, quşlarla danışması və s. Deyirəm, bir özünüz fikirləşin. Oradakı qarışqa hansı formada keçir? Müəyyənlikdə mi keçir, yoxsa qeyri-müəyyənlikdə, yəni nəqrə keçir, yoxsa mərifə? Və yaxud da orada keçdiyi zaman ismi məfsul deyirlər. O orada iradəli, ağlı yerində olan məxluqlar üçün işlənən bir bağlayıcı əvəzlik olaraq mı işlənir, yoxsa ümumi olan bir qadın cinsində nəmlə sözlə uyğun olaraq mı işlənir? Hətta bunu biz Türkiyədə bir ay mənim bir kitabxanada çalışmam var idi. Orada başqa bir ərəbşünasdan soruşmuşdum. Dedi Rəşad, mən bu tərəfini düşünməmişdim, amma baxıb deyərəm, bir ayın içində cavabını tapamadım. Dedi, sizin dediyiniz nədir? Dedim, artıq mən videosunu hazırlamışım. Yəni, cavabını tapa bilmədikləri zaman ən yaxşı rahat nədir? Qarşıda insanı bilgisizlikdə, cəhalətdə suçlamaq, gözdən salma taktikaları, amma cavab verə bilməmək. Niyə? Çünki cavab verə bilməyib, aciz qaldığı zaman şəxslərin üzərinə gəlir. Fikir mübarizəsi, fikir mübadiləsi, fikir müzakirəsi, bəli, qalır aşağıda. Yəni, bu zəif insanların eləyə biləcəyi. Amma mən bir şey deyirəm, dünənlərim dostumuzla da onu qeyd elədik. Deyir ki, cəhalət ən böyük həm də gəlir mənbəyidir. Çünki insanları bilgisizliklə allada bilirsən, mövhumatla allada bilirsən, xurafatla allada bilirsən, din adı altında bu günləri pirlər, ocaqlar qurub aldada bilirsən, hər hansısa bir yerlərə insanları nəyisə atması ilə aldada bilirsən, yuxu yozması ilə aldada bilirsən, cadu açması ilə aldada bilirsən, sehirlə və s. bunları aldada bilirsən. Amma ağlı başında olan bunları oxuduğu zaman, bunların Quranda olmadığını, yəni heç kimin belə bir gücünün çatmayacağını dediyi zaman bunları eləyə bilməz, mümkün deyil. Ona görə bizim yanaşmamız da Qurana yanaşmamız, dinə yanaşmamız bu aspektdən olmalıdır. Birinci biz bilməliyik. Ağılla oxumaq, araşdırmaq. Niyə? Çünki biri var savad, biri var zəka, biri var ağıl. Əgər insan savadlı ola bilər, zəkalı ola bilər, bilgiyə yiyələnə bilər, bu günlər ona qalsa Google həzrətləri hər birimizdən çox biliklidir. Amma həqiqətlə aranı qura bildiyin zaman, o zaman bu söhbət əsl ağıllılıq olur. Ağıl budur. Ona görə bizi təhqir eləyirlər də, tənqid də deməyim, təhqir eləyirlər sosial şəbəkələr üzərində. Çünki sizin dediyiniz kimi araşdırma yox, bir şey yox. Mesela ərəb dilində bir cümləni verirsən, mənəm sinəsinə döyən mollabaş onu tərcümə eləyə bilmirsə, təbii ki, onun mənə qarşı üsyanı söyüş olacaq da, başqa, yəni din adı altında. Bir də ki, mütəmadi deyirlər də Elşad bəy, indi ən çox da bu dindoşlar deyirlər bunu ki, bəs Allah yahudiləri lənətləyib, onlar lənətə gələnlərdir, nəminə. Allah gerçəkdən də yaratdığı bəndəsini lənətləyirmi, yoxsa bunun da tərcüməsi başqa cürdür, yoxsa burada yahud başqa bir şeydir? Mən özümü Türkiyə sayıram, təbii ki. Nəyə görə hesab edirsiniz? Araşdırmısınızmı? Yox, sadəcə valideynlərdən doğulduğunuza görə. İndi ikinci bir sual. Siz öz valideynlərinizi araşdırmısınızmı? Sizin valideynlərinizdir, xeyr. Heç biz bəzən bunlar üçün ki, gedək DNT testini yoxlatdıraq, heç o DNT-nin yoxlayanların özünü bilmirik ki, düzgün yoxlayırlar, ya səhv yoxlayırlar. Biz bəzi şeylər bizə aşılandığına görə biz bunları qəbul edirik. İnkar eləməkdə də çətinlik çəkirik. Məsələn, mənim bir dostum müəyyən bir yaşdan sonra, 40 yaşdan sonra bilmişdi ki, atası, anası həqiqi deyil. Bir müddət hönkürtü ilə ağlamaq və s. Ondan sonra o proses keçdi. Onları artıq normal bir insan olaraq qəbul edirdi və yenə də sayğısında heç bir geriləmə olmamışdı. Amma buradakı məsələ nətərdir? Bir insan əgər öz millətini seçmirsə, öz xalqını seçmirsə, öz valideynini seçmirsə, öz coğrafi mühitini seçmirsə, biz buna görə hər hansısa bir formada bizi yaradan tərəfindən lənətlənməyimiz, uzaqlaşdırılmağımız və yaxud da qınanmağımız mümkündürmü? Xeyr. Çünki bu günlərim öz cinsimizi belə biz seçmirik. Bizi yaradan, bizi deməli yaradar və biz nə edirik? Öz əməllərimizə görə, hərəkətlərimizə görə, davranışlarımıza görə, etdiklərimizə görə biz buna görə sabahlarım haqq hesaba çəkilirik. Buna görə mükafatlandırılıb və yaxud da cəzalandırılırıq. Yəni bir xalq necə lənətlənə bilər? Lənət sözü nədir? Lənət bizə həqiqətən o göstərilən, nə bilim, bir qaranlıq bir yer, o qorxulu filmlərdə göstərilən bir anlayışdırmı? Yoxsa lənət sözü kənarlaşdırma, uzaqlaşdırmadırmı? Və yaxud da Yahudi dediyimiz zaman orada bütün Yahudilərlə bağlıdırmı? Yoxsa müəyyən orada gedən bir prosesdə olan əliflamla bildirilən müəyyən şəxslərlə bağlı olan bir ifadədir. Bunları bilmədiyimizə görə bütün hər şeyi Yahudilərlə düşmən edirik. Niyə? Yəni bizim
bir xalqdan bizi Allah xalqlara bölməyi Allah bölüb. Biz özümüz bölməmişik. Millətlərə bölünməyimiz nə üçündür? Ayədə deyilir, bir-birimizi daha yaxşı tanımağımız üçündür. Aha. Bu günlərin bütün Azərbaycanlılar güldən çıxmış, süddən çıxmış ağ qaşıqdırmı? Yoxdur. Və yaxud da bu günlərin biz özümüz yaşadığımız bölgədə qonum qonşularımız hamımız eyniyikmi? Yaxud da bir Azərbaycanlının elədiyi səhv bir hərəkətə görə bütün Azərbaycanlıları qaralama kampaniyasının qurbanına çevirməyimiz mümkündürmü? Belə bir anlayış ola bilər mi? Quranda necə keçir bəs o? Baxma, orada konkret şəxslərlə bağlıdır. Konkret. Yəni hər hansı, məsələn deyir orada müşrikləri də öldürün. Hansı müşrikləri? Sizinlə savaşanları, sizi öldürməyə cəhd eləyənləri. Yəni biz Qarabağı işğaldan azad eləyəndə Erməniyə götürüb bizim snayperimizin ucundan gül çıxası deyildi ki. O bizi atır, öldürməyə cəhd edir. Biz müdafiə olaraq və yaxud da torpağımızı xilas eləmək üçün qarşılıq verdik. Bu qarşılıqlı da hər bir zaman. Bunun məsələn əsrlər boyundan fransızlarla ingilislər 100 illik müharibələr aparıbdılar. Yəni bunların o düşmənçiliyi bu günlərin tamamilə fərqli bir sferaya çevrildi. Həmin dövrdə müharibədə sizlə savaşırsa eləyir. Amma qıraqdakı bir insan, uşaq və s. bunun xalqı, milləti olmur. Və yaxud da olsa belə sabahlarım erməninin uşağını biz gördüyümüz zaman necə gəldinmi hərəkət edəcək? Təbii ki, xeyr, biz ona uşaq olaraq yanaşırıq. Yəni biz, məsələn, mən indiyə qədər heç kimdən millətin nədir soruşmamışam. Mən özüm yaşadığım bölgədə hansı yerdən olduğumu yeni öyrənmişim. Yəni bu məndə nə isə dəyişirmi? Xeyr, heç bir zaman. Yəni bu mənim insanlara baxışımı dəyişirmi? Xeyr, heç bir zaman. Bu bilirsin necədir? Cılız təfəkkürün nəticəsi. Bir insan ərəb olduğu zaman bu daha mı gözəl olur? Ərəb peyğəmbər onlara göndərildiyi zaman onlar ali irqdilərmi? Təbii ki, xeyr. Yəni bəlkə də onlar daha çox pozulduğuna görə peyğəmbərlər göndərilir. Bunu niyə nəzərə almırıq? Yəni ona görə bunların hamısı absurd bir yanaşmalardır. Bir insanın hansısa xalqdan olması, millətdən olması deyil. Əsas o insanların özlərinin davranışları, elədikləri əməlləridir və Allah da bizi etdiklərimizə görə sorğu-suala tutur. Yoxsa hansısa millətdən, xalqdan və yaxud da dərimizin rənginə görə deyil. Davam edəcək dəyərli izləyicilərimiz. Çox maraqlı bir sualım qalıb. Onu verəcəm Elşad bəyə, amma bu arada hər birinizdən xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Qısa bir aradan sonra buradayıq. Bu cür videoların davamı üçün Elşad Mirinin kanalına abunə olmağı unutmayın. Və davam edirik. Deməli Elşad bəy, sizin daha çox səs-küy yaradan çıxışlarınızdan biri də bu oldu ki, onu elə bizim efirimizdə də demişdiniz ki, hər ziyarətinə pul sərf olunana qədər verin kiminsə təhsilinə. Bunun ardından da başladılar ki, bəs Elşad Miri niyə Cadillac'ını satmır və təhsilə yatırır? Sizin Cadillac'ınız var ümumiyyətlə? Həyatımda heç bir zaman Cadillac'ım olmuyor. Olsa da bunun da açıq deyərdim, gizlədiləsi bir məsələ deyil. Eyni zamanda iş adamı olaraq da bizim də bir fəaliyyətimiz var. Bu günlərimdə bütün hamısı açıqdır, şəffafdır. Burada gizli bir tərəfi yoxdur. Bu gün ölkəmizdə də bu şəffaflaşma prosesinin getdiyini hər birimiz görürük o məsələdə. Yəni ona görə bunu deyən insanlara keçən dəfə belə bir hadisə oldu, onu da qeyd edeyim. Cümə namazındaydım. Cümə günü qılınan namazda məsciddə. Bir nəfəri gördüm mənlə belə soyuq davranır. Dedim, məni çöndü, dedim, nə əcəb görüşmürsən mənlə? Sən də məni bidət əhli olaraq görürsən. Bu da Ərəbistanda oxuyub gəlmiş şəxslərdən biri idi. Dedi ki, nə əcəb sən bəs onda cüməyə gəlmişsən, cüməni inkar edənlərdən biri idin. Dedim ki, elə bir söz işlətməmişəm. Dedim, mən sən o videonu görmüşəm. Dedim, oradan kontekstdən çıxarıb təqdim edirlər. Bütün videonun içindən müəyyən bir hissəsini çıxartmışdı. Orada da məsələ elə deyildi. Dedi, yox, mən ona inanıram. Dedim, əgər ona inanırsansa, dedim, yenə səndən bir yerdə, həmin o ölkədə oxumuş şəxslərin biri mənim əleyhimdə bir video çəkib ki, əgər sən elə həclə bağlı onu danışırsansa, öz Cadillac'ını sat, apar ya Çin maşınalcına, ya da ki, get burada tələbələrə onu yardım elə. Dedim, indi gedək onunla da inanırsansa, həmin orada, buradan çıxaq, mən səni Cadillac'ıma mindirim, həmin yerə düşürdüm. Həmin adam qaldı belə. Yəni, bu insanlar həqiqətən iftira atmağı, böhtan atmağı bu qədər asan mı görürlər? Bu qədər rahat mı görürlər? Bu insanların Allah inamı harda qaldı ki, dediyimiz hər bir sözə görə Allaha cavab verəcəyi, atdığımız böhtanlara görə mütləq onun qarşılığı olacaq, mütləq onun əvəzi olacaq. Sənin əgər bu din anlayışında deməli sənin problemin var. Həqiqətən bunu bilmirsənsə, qulaqdan dolma bilgilərlə deyirsənsə, hətta özdə deyirdilər ki, Cadillac'ını satıb elə, getgən bir dənə Çin maşını al.
Hələ bunlar bilmir ki, elə Çin maşınları var ki, Cadillac'dan da bahadır. Yəni bunların xəbəri bunlardan yoxdur. Sadəcə onlar təəssüflər olsun ki, belə bir təəssürat yaradırlar. Mənim dediyim məsələ nədən ibarətdir? Baxın, bu günlərim insanlar, dostlarımızdan da biz bunu müzakirə edirik. VIP həc sistemləri var. Bu müxtəlif ölkələrdə də var. Getdiyiniz zaman artıq siz VIP hacılar olursunuz. Orada nə bilim başqalarının gördüyü əziyyətləri görmürsünüz, siz başqa cür görürsünüz. Sanki Allah insanın belə zənginini sevir. Məsələn, İslamın 5 şərtdə məhkum eləyibdilər. Nə idi? Kəlmə-i şəhadət gətirmək. Hə, bunu hamı deyə bilir. Sonra nədir? Namaz qılmaq. Namaz qılmaq üçün nə etməlisən? Deməli sən fiziki olaraq sağlam olmalısan ki, namaza qalxıb dura biləsən, vaxtında bunu riayət eləyə biləsən. Sonra nə etməlisən? Oruç tutmaq. Oruç tutmaq üçün sağlam olmalısan. Çünki xəstə olsan bunu eləyə bilmərsən. Zəkat verməlisən. Zəkat vermək üçün nə etməlisən? Çünki imkanın olmalıdır. İmkan olduğuna görə zəkat versən. Həccə getmək. Həccə getmək üçün nə etməlisən? Yenə də var dövlətə malik olmalısan. Sanki dini gətiribdilər. İmkanlı olan şəxs bunu ancaq eləyə bilər. Sanki Allah imkanlılar üçün bu dini göndəribdir. Qardaş, bu günlərim həccə getmək məsələsində əgər 10.000 xərcləyirsənsə, nə əldə edirsən? Baxın, mən getmişəm, inkar eləmirəm. Hətta dünənlərim həcc yoldaşlarım şəkillərimizi də göstərdi. 2008-ci ildə həccdə olmuşam. Ondan sonra dəfələrlə umrədə olmuşam. Yəni bu mənim həmin dövrdə bunu bilərək elədiyim deyildi. Bilmədən, fərqini dərk eləmədən, yəni nə olduğunu, çünki illərlə üzərində işlədiyimiz zaman bunları öyrənirik. 2008-ci üstündən bu 18 il keçib. 18 il ərzində mən bunu dərk eləyib, başa düşüb, bununla bağlı maarifləndirici videolar çəkib, insanları Qurana səsləyirəm ki, baxın, Quran əslində bizdən istədiyi həcc bu deyil. Həcc əslində bizim beynəlxalq müzakirəmizdir, beynəlxalq məsələlərin həllidir, insanların və insanlığın bəlalardan qurtulmasına bir çarədir, əlacdır. Bunun üzərində olan bir məsələni biz getmişik müəyyən bir vəsait verməklə, kişilərin əyninə o ehram deyilən iki parçanı geyindirməklə, bunun da bəzən bədəndən düşür, ayrı vaxt qadına lüt kişi göstərməyən və yaxud da şortik geyindiyinə görə dalaşan insanlar orada hər bir bədən açıq az qala düşür, əyinlərdən düşür. Daha biabırçı vəziyyətlər olur. Sonra orada bir qadınlar belə qucaqlarında qaldırırlar. Bəzən bir yerdə olurlar. Yox, indi özlərindən nələrsə olur, bilmirəm. Ancaq bir də görürsünüz ki, orada təvaf eləyəndə insanlar bir-birinə elə yapışır. Və yaxud da o şeytan daşlamağa gedəndə sizi elə bilin ki, bir növ artıq ayağınız havada, o kütlə elə aparır sanki. Çünki çox milyonlarla insan olduğu bir yer olur bəzən. Yəni mən deyirəm ki, Allahın bizdən istədiyi həcc bu deyil. Bunu dərk eləməliyik. Allah deyir, gedin israf eləyin və 10 minlərlə oldu. Əlbəttə deyirəm ki, baxın, gəlirik, həmin o Kəbənin ətrafında dövr elədik. Nə qazandıq? Nəyi anladıq? Nəyi başa düşdük? Bu məndə nəyi dəyişdi? Yəni bu günlərim kimsə deyir ki, sən onda niyə Bodruma gedənlərə heç nə demirsən? Nə bilim Miamiyə gedənə, Havayaya gedənə. Deyirəm, Havayaya gedənə din adı altında getmir. Bəli də istirahətə gedir. Sən bu günlərim bunu Allahın adından bir əmr kimi, buyruq kimi gedirsən. Ondan sonra da burada bugün bizə çatdırılan məbləğlər də o deyil. Ondan sonra bura səhər yeməyə daxildir. Digər 2 yeməyi yenə öz cebindən verirsən. Yemək yerləri axtarırsan. Ağız dadına uyğun restoranlar tapırsan. Ondan başqa bəli onun gediş gəlişi var. Ondan sonra qurbanı var. Yenə də bunu özündən əlavə edirsən. Gələndən sonra artıq sən hacısan, özünə bir zəmzəm gətirməlisən, hədiyyələr gətirməlisən, Çin istehsal olan təsbehlər gətirməlisən. Bunlar gəldiyi zaman bu proseslər yəni ora aparıb çıxardır. Yəni mənim dünənlərim olduğum həcc yoldaşım, biz 2008-ci ildə bərabər olan insanlar, indi bu günlərimdə bir neçəsi ilə belə ailəvi, yaxın dostluq və biz özümüz belə bu müzakirələrdən sonra bu fikirlərdən daşınmışıq ki, bəli, Allahın istədiyi Quranda bildirilən həcc əslində bizim bu günlərim həyata keçirilən və müəyyən bir ölkənin vəsaitinə, büdcəsinə qatqısı olan bir məsələ deyil əslində. Bu ola bilməz. Ona görə deyirəm ki, bu günlərim o insanlara yaxşılıq eləmək istəyirlərsə, hətta yası düşən bir dostuma da dedim. Sən dedim, bu məbləği nə qədər xərcləməyi düşünürsən? Məsələn, deyir 5.000 manat. Deyirəm, 5.000 manatla sən bu günlərim 2 tələbənin, məsələn, əgər pullu da oxuyacaqsa, valideyni atası yoxdursa, daha çox kasıbdırsa, həqiqətən ona dəstək mənasında apar onun təhsil haqqısını ödə. Yaxud da bizim bəzi dostlarımızın elədiyi kimi, valideyni olmayan, atası olmayan qızlarımıza, bölgələrdən gələnlərə aylıq təqaüd ayır. Onları heç tanımadan hər ay onların kartlarına müəyyən bir vəsait elə, inan bu onların təhsilinə, inkişafına
daha çox rəvac verəcək, daha çox stimul qatacaq və bu günlərim, sabahlarım Azərbaycan vətəndaşı olaraq bizim önümüzə çıxıb, bəlkə də bizim özümüzə ən böyük faydanı o insanlar verəcək. Amma bugünkü məsələ biraz fərqli anlaşılır, amma buna qarşı çıxan insanlar oradan bir növ nəmalanan insanlardır. Çünki orada qrup rəhbəri kimi gedirlər, tərcüməçi kimi gedirlər, orada müəyyən vəsait qazanırlar. Yəni onların siz həmin o arı pətəyinə çomaq soxduğunuz zaman onlar da sizi bu cürə sancmağa çalışacaqlar. Bu təbii. Bir də Elşad bəy, bu din adı altında belə bir şeylər də var da. Məsəl üçün deyirlər ki, musiqi haramdır. Məsələn, onun ardından deyirlər ki, nə bilim, oxumaq haramdır, şəkil çəkdirmək haramdır, nədir? Bunu deyən adamlar, məsəl üçün, qarşılarında oğlanın göbək rəqsinə baxan adamlardır. Məsələn, hicab taxıb toyda müğənnilik eləyən adamlardır. Varmı həqiqətən də Quranda ki, belə bir şey ki, bunlar haramdır? Quran-Kərimdə musiqini heç bir zaman, heç bir kəs haram olduğunu iddia eləyə bilməz. Əgər elə bir şey olsaydı, bu günlərim Allahın həqiqətən insanın təbiətinə, yaradılışına uyğun olan bir məsələni necə kimsə qadağan eləyə bilər? Sadəcə sənin zövqün bir tip müəyyən deyək ki, musiqi janrını xoşlamırsansa, başqasını xoşlayır. Biri secahı xoşlaya bilər, biri muğamı xoşlaya bilər, biri popu xoşlaya bilər, biri repi xoşlaya bilər, biri xaricini xoşlaya bilər, biri yerini. Bu sənin zövqünlə əlaqəlidir. Yoxsa sən ona görə günaha girirəm, mən buna görə belə eləyirəm, bu doğru bir danışma deyil. Onu da əvəzinə nə edibdilər? Bu insanlar deməli musiqini haram bilərək özləri götürürlər Quranı avazla oxumağı, təcridlə oxumağı, musiqi halına gətirib ondan feyziyab olurlar. Məsələn, nə edirlər? Mişari Raşid. Mən buna qulaq asanda özümdən keçirəm. Onun səsi gözəldir. Ona görə də məsələn Çeçenistan prezidenti Kadyrov gətirib öz qızı ilə həmin o Mişari Raşidə bir klip çəkdirir vəsaitini ödəməklə. Və yaxud da bunun başqa bir yerə gedəndə artıq başqa cür təqdim edirlər. Yaxud da eynisini götürək bu günlərim heykəl düzəltmək. Heykələ haram deyirlər, rəsm çəkməyə haram deyirlər. Halbuki Qurana baxanda Süleyman Peyğəmbərin özünün sarayında böyük heykəllərin olmağından bəhbəhlə də bəhs olunur. Yəni bunu eləyən insanlar varsa, heykəllər varsa, deməli heykəltaraş da var. Rəsm varsa, deməli rəssam da var. Sən bunu inkar eləməklə, qadağan eləməklə insanlara bir növ hər bir şeydən çəkindirirsən, uzaqlaşdırırsan. Bunu deyən insanlar özləri həqiqətən bir saniyədə 25-26 kadr, indi daha da çoxalıb 4K-ya qədər uzanıb deyir. Həmin onlara baxaraq video çəkirlər, buna halal deyirlər, şəkilə haram deyirlər. Amma həmin o YouTube-a qoyduqları zaman, hətta əleyhimdə çəkdikləri videolarda, orada şəkilləri də bəzəyirlər, hətta süni intellektlərdən də müəyyən bir əlavələr eləyirlər və buna haram demirlər. Bunu məcburiyyət qarşısında olan bir məsələ kimi təqdim edirlər. Biabırçılıqdır. Qoyun da məsələn təbiət şəkili qoya bilərsiniz. Niyə? Çünki bilirsiniz ki, algoritman bunu qəbul eləməyəcək, baxış sayınız az olacaq. Ona görə belə bir şou düzəldirsiniz. Yəni ona görə bəzi məsələlər var idi, keçmişdə olan məsələlər var idi ki, ay suyun üstündə qaçdı, ay hardansa gələndə ayağına qar oldu. Bu telefonlar çıxandan sonra bitdi. Kameralar çıxandan sonra yoxdur onlar. Artıq keçmişdəkilərlə biz təsəlli tapmağa çalışırıq ki, keçmişdəkilər onu elədi, quşla danışdı, o möcüzə idi. İndi niyə danışamırlar? Gəlib mütləq Peyğəmbər mi olsun? Kəramət var idi ki, körpünün üstündən güyə, dənizin üstündən, çayın üstündən körpü olmadan keçdi. Bəlkə İmam Zaman ağa gələndə olacaq, o da keçəcək, gedəcək. Onu gözləyənlər belə, şiənin gözlədiyi ilə sünninin gözlədiyi eyni adam deyil. Mən deyirəm ki, elə birisi, bəli. Mən deyirəm ki, belə birisi gəlsə, məsələn, bir şiənin gözlədiyi adı başqa, sünninin gözlədiyin adı başqa, soyadı başqa. Necə olacaq? Və yaxud da gəldiyi zaman hansı formada gələcək? Hansı paltarda gələcək? Gəldiyi zaman hansı dildə danışacaq? Gəldiyi zaman belə skafandr olmadan yer üzünə mi gələcək birdən-birə? Yoxsa doğulacaqmı? Yoxsa gizləndiyi yerdən çıxacaqmı? Amma həqiqətən də möcüzə olar da, göydən kimsə zühur eləyəndə. Sünnilər kimi ki, İmam Zağanı şiələr gözləyir bildiyim qədərlə. Sünnilər də Mehdi gözləyir. Mehdi gözləyir. Şiələr də Mehdi gözləyir. Ondan başqa hər ikisi də İsa Peyğəmbər. Bəli, biri deyir ki, 12-ci imamı gözləyirəm mən, 11-ci imamın övladı. O indi böyük bir qeybətdədir, oradan gələcək, ortaya çıxacaq. Digəri deyir ki, yox, onun anasının adı Peyğəmbərin Məhəmməd Peyğəmbərin anasının adından olacaq, atası Məhəmməd Peyğəmbərin atasının adından olacaq, belə birini gözləyirlər. Yəni ondan sonra da bunu İsa Peyğəmbər güya onların arxasında durub qılacaq. Həqiqətən bunun gözəl bir xoşuma gəlir, hər zaman da bunu istifadə edirəm.
Bosniya-Hersegovinanın bir prezidenti var idi, Aliya İzzetbegoviç. O bu mövzuda belə bir şey demişdi ki, Mehdi gözləntisi, Mehdinin gəlişini gözləmək bizim tənbəlliyimizin adıdır. Yəni biz özümüz etmədiklərimizi Mehdinin gəlib Mehdidən edəcəyini gözləyirik. düşünürük. Biz özümüz niyə eləmirik? Quran bəhs eləmirmi? Kifayət eləmirmi? Orada yazılanların əksi olacaq və yaxud da orada olanların daha artıq olacaq nə ola bilər? Baxın, Quranda Mehdinin zühuru yoxdursa, o Heç zaman bir necə gözləyirik? Rəvayətlərlə, hədislərlə. Çünki həmin dövrlərdə insanlar bir növ bir-birlərinə ümid verərək, indi qoy məsələn uşaq deyir ki, atam gəlsin gör nə edəcək. Hə. Onlar da deyir ki, qoy Mehdi gəlsin biz gör Gör nə nə edəcək. Anlayışıyla. Halbuki özümüz biz güc yığsaq, biz elmlə öyrənsək, daha faydalı eləsək, həmin o insanlar heç kimi gözləməyəcəklər. Bu günləri məsələn kasıb özünü hesab edən insanlar, baxın deyir ki, mən imkanlı olduğum zaman bunu eləyəcəm, nə eləyəcəm, nə bilim filan yaxşılıqlar eləyəcəm. Halbuki Allah Quranda deyir ki, darlıqda da, bolluqda da verənlər. Ona görə deyirik ki, darlıqda verə bilməyənlər bolluqda heç verə bilməzlər. Hətta ötən gün bir professor bir video çəkib, deyir 100 saat 22 zənginlə söhbətimiz oldu. Onların deyir ortaq bir özəlliyi hamısının simici olması idi. Bir misal, həqiqətən bunu deyən bir professor idi. Yəni digər tərəfdən də, yəni fikirləşməliyik ki, biz bu Mehdi anlayışı, gözləntidə olduğumuz insan gəlib nə edəcək? Baxın, adi bir maşın sürən insanlar olur. Bir də görsə arxasından yazırdılar. Nə bilim, ya Hüseyn, ya Əli. Maşınları dəyişdiyi zaman, biraz daha üstün bir versiya keçdiyi zaman o yazıların orada olmadığını görürük. Artıq çünki niyə? Maşının rəngini pozur, nə bilim, nəyinsə dəyişir və s. Yəni bu səmimi deyil yanaşmalar. Mən ona görə deyirəm ki, biz Qurana gələk. Quranı anlayaq, oxuyaq, dərk eləyək, başa düşək. Amma Quranda şeytan keçir, şeytan ifadəsi. Şeytan şeytanlıqdır. Yəni şeytan bu günləri məsələn deyir ki, bir adama nə deyirik? Tülkü dediyimiz zaman onun həqiqətən tülkü olduğu mənasından gəlmir ki, bir oxşatmadır, bənzətmədir. Neyinirik? Təşbihdir orada. Onun elədiyi hərəkətinin tülkülük olduğuna və yaxud da birinin qurtluq olduğuna, birinin şeytanlıq olduğuna deyirik. Niyə? Çünki biri var barışdırıcı, mələklik mövqesində durasan, biri də var aranı vurub şeytanlıq eləyəsən. Şeytanlıq eləmək eyni zamanda həmin orada şeytanın xüsusiyyətini bildirməsi ilə əlaqəlidir. İndi Məkkədə minlərlə insan kimi daşlayır nəticə etibarilə. Adi beton. Heç kim. Quranda da şeytan daşlama elə bir şey yoxdur. Qurana həqiqətən baxdığımız zaman o da hədisdir demək ki. Hədislər üzərindən çıxarıbdır, bəli, rəvayətdə. Yəni əgər şeytan ordadırsa, indiyə qədər hər il milyonlarla insan daşlayırsa, görün nə qədər illər, nə oldu, bunu öldürəmədilər. Yəni gedib orada siz hətta ilk gedən günlərdə insanlar belə bir-birinə can deyib, ciyər deyirlər, daha yaxşı eşidirlər bir-birini. Sonra deyirlər ki, həccdən sonra diqqətli olun ha, şeytanlar insanların qəlbinə girir və orada dava dalaşları ondan sonra görürsünüz. Arada olan problemləri ondan demək ki, həcdə də şeytan bizə təsir eləyirsə, siz deməli, orada dolanmağımız boş-boşunadır, elə-belə fırlanır gəlirik. Şeytan dolanma ona camarat deyirlər, şeytan daşlama deyirlər. Onu artırıbdılar, 3 dənə yer eləyibdilər. Orta, böyük yoxsa kiçik deyə, bəli, şeytan daşlama yerləri. Hər gün daşları götürürsünüz, yığırsınız oradan, çöldən, Muzdəlifədən. Götürürsünüz, şeytana atırsınız. Belə bir şey ola bilərmi? Yəni 21-ci əsrdə cəmaət kosmosa uçurlar, uçur bir də şeytan da. Onu müqayisə eləyə bilmərik. 21-ci əsrdə biz kosmosa uçsaq da Afrika cəngəlliyində başqa cür yaşayanlar da var. Və yaxud da Amazon meşəliklərində fərqli yaşayan qəbilələr, tayfalar da var. Yəni bu onu rəvac vermir ki, biz indi 21-ci əsrdə texnologiya əsrində yaşayırıq. Onlar hansı əsrdə yaşayır? Qəbilə əsrində mi yaşayır? Yəni bu yanaşma da biraz fərqli olmalıdır. Ona görə ki, çünki 1 milyarddan çox insan da elektrik enerjisindən məhrumdur. Elektrik enerjisindən məhrumdursa, deməli bugün bizim bu çəkdiyimiz ən azından oxumaq, araşdırmaq imkanımız var da müasir bizim var, amma bunu insan eləmir. Yəni eyni düşüncədə olan insanları da bilirsiniz necədir? Adam təsəvvür eləyin, gedir Avropada imperiyanın paytaxtı sayılmış bir Londonda oxuyur, İngiltərədə oxuyur, gəlir. Bir də görürsünüz sələfi düşüncədədir. Allahın baldırını açacağına inanır. Allahın iki əlinin də sağ tərəfdə olduğuna inanır. Belə bir təsəvvürləri qəbul edirlər. Niyə? Çünki onlar o öyrəndikləri dünya görüşünü din məsələsinə sirayət elətdirmirlər. Niyə fikirləşirlər ki, bu mənim düşüncəm elə mənə bəsdir. Amma bu tərəfdə nə edirlər? Bunun imkanları nəyə görə onu qəbul edir? İkinci arvada burada nə bilim, üçüncü arvad məsələsi, digər məsələlər var. Sonra qadın buna mütləq tabe olmalıdır. Hətta güya Peyğəmbər deyib ki, mən qadına Allahdan başqasına səcdə etməli olmuş olsaydı, qadının ərinə səcdə eləməli olmasını buyurardım. Sonra nə bilim, hətta qadın ərinin
irinə belə nə bilim nə eləyə bilərdi. Çox İyrənc bir şey. rəvayətlər, peyğəmbərə layiq olmayan demədiyi sözləri peyğəmbərin adından çıxıb qadınları belə ikinci bir məxluq kimi təqdim edən insanlar var. Bu biabırçılıqdır. Amma indi başqa bir şey deyim sizə. 21-ci əsrdə təsəvvür edin biz yaşayırıq. Bir xarici ölkə vətəndaşı dünənlərin bir yerdə idik, bir rayonda. Orada mən onun yoldaşdan deyirəm ki, bax heç bir zaman çəkinmə, 35 yaşı var, oxumağa davam elə, təhsil almayıb deyə. Dedim oxu girən sən uşaqlarının hazırlığına getdiyi yerlərdən, sən də onların hazırlıq dəftərlərini öyrən, universitetinə qəbul elə. Yoldaşı yarı zarafat, yarı ciddi deyir ki, əgər o oxusa ondan mən boşanam ki, gərək. Yəni 21-ci əsrdə başqa bir inkişaf eləmiş ölkədə yaşayan insana, xanımına münasibəti bu da bu. Yəni, təfəkkür dəyişməyəndən sonra fərqi nədir ki, harada yaşayırsan, yaşa da. Məsələ budur. Təfəkkür dəyişməsə, həmin o maarifləndirmə işi düzgün qurulmasa, insanları ayıldılmasa, oyanmasa, həmin o məsələni biz örtbasdır eləyib o minvalla da ənənə adı ilə, başqa adlarla davam elətdirəcəyik. Təəssüflər olsun ki. Dəyərli izləyicilərimiz, yayımızı bəyənin və bir sualım da var. Onu da verim, görüm Elşad Miri ilə bizim deputatların belə deyək də arası necədir? Deputatlarımızla necədir aranız? Onlar deputatlar da insanlıdır. Sadəcə onlar bir siyasi vəzifəni icra eləyirlər. Onlarla yanaşmalarına müsbət yanaşmalar da ola bilər, mənfi də ola bilər. Hansının xoşuna gəlmir sizin yanaşmalarınız və deyir ki, Elşad Miri ancaq savadsızlar qulaq asırlar. Bununla bağlı bizim əslində bu da çox maraqlı bir məsələdir. Təsəvvür edin, onunla bağlı deyən adam bir yerdə işlədiyimiz vaxtı ilə dini qurumlarla iş üzrə Dövlət Komitəsində işləmişdim. Ondan sonra həmin o insan bugünkü Azərbaycan İlahiyyat İnstitutunun qurucu rektoru olmuş. İndi də Azərbaycanın deputatı olan bir şəxs. Biz canlı yayına çıxdıq Baku TV-də. Mən orada dedim ki, bax, məni kimin adı üzr istəyirəm? Ceyhun Məmmədov. Aha. Mən ona dedim ki, özünə, dedim bax Ceyhun, indi debata dəvət eləyən məni qarşı tərəfdir. Sən dedim özünü deputat kimi apar, ağsaqqal kimi apar. Məsələlərə çalış dedim kənardan şeylə. Nəysə biz orada söhbət əsnasında canlı yayında Ceyhun da dözənmədi, Suriyada oxuyubdu o əslində. Bəzi məsələlərdə sorğulamağa başladı. O zaman bu da mı yoxdur? Mən də açdım Qurandan, qoydum qarşısına ki, buyur bax. Məsələn, həcclə bağlı məsələdə Bəqərə surəsinin 197-ci ayəsini qoydum, namazla bağlı məsələdə Nisa surəsini qoydum və s. bunları. Ondan sonra bu mövzu bitdi. Bitəndən sonra Ceyhun bəydən, Ceyhun qardaşımızdan jurnalistlər öz düşüncələrini, fikirlərini soruşubdular. O da deyib ki, mənim adımı çəkərək Elşad bəyə qulaq asanlar savadsızlardır, geridə qalmış insanlardır və s. Mən də Ceyhuna dərhal yazdım mesaj WhatsApp-dan. Dedim Ceyhun, həqiqətən belə bir söz işlətmirsən. Mən ayrı vaxt həmişə yazışdığım bir insandır. Reaksiyası geri dönüş olmadı. Məndən də jurnalistlər soruşur ki, Ceyhun bəy belə bir söz deyib, siz nə deyirsiniz? Geri dönüş olmayanda mən də dedim ki, bəs mən də sizə bir həqiqəti deyim ki, mənim ən böyük tərəfdarım elə Ceyhun bəyin özüdür. Yəni bunu nəyə görə deyirəm? Yəni bir insan həqiqətən Ceyhun deyə bilərdi ki, mənim evimə gəlib, studiyamda olub, çəkiliş aparmışıq. Yəni bunu rahatlıqla özümüz müzakirə eləyə bilərdik, deyə bilər. Ona görə sadəcə bir bilgisizlik insana qarşı münasibətinin korlanmasına gətirib çıxarmamalıdır. Biz bilmiriksə deyərdim ki, səndən öyrənərəm. Mən bilmirəmsə soruşsan deyəcəm, bilmirəm. Bunu deyə bilmədiyimizə görə sanki fikirləşirik ki, biz artıq müəyyən bir vəzifə daşıyıcısıyıqsa, biz oluruq hər şey şünas. Hər deyilən məsələdə cavab verməliyik. Öz ixtisasımıza aid olan, olmayan məsələlərdə danışmalıyıq. Bu da insanı gülünc vəziyyətə gətirib çıxarır. Təəssüflər olsun ki, bəzi insanlar bu populizmdən, bu pafoslu yanaşmalardan qurtula bilmədiklərinə görə belə məsələni yaşayırıq. Baxın, mən sizə bir misal da deyim. Dini komitənin ilk sədri ilə bərabər işləyirdik. Rafiq Əliyevlə, professorla. Mən o işdən azad olunandan sonra mən ərzəmi yazmışdım çıxmağa ki, öz daha çox başqa işlərlə rahat işləyim. Çünki sədrlə birbaşa ünsiyyətdə idik. Bəzi məsələləri bərabər işləyirdik. Sədr dedi ki, Elşad, gəncsən, cavansan, qal dedi. İnsanların dedi bu kresloya, bu masaya verdikləri önəmi gör. Bu sənin həyatının ən böyük bir təcrübəsi olacaq. Həqiqətən bəzən o iyrənc olacaq durumu şahid oldum. Ki, insanlarımız insanın şəxsinə deyil, dəyərinə deyil, fikirlərinə deyil, onun vəzifəsinə, onun var dövlətinə, onun nüfuzuna, onun məşruğuna və s. önəm verirlər. Bu insanlıq deyil, bu dəyər deyil. Bu əksinə
insanları daha cılızlaşdıran bir məsələdir. Ona görə bizim məqsədimiz nə olmalıdır? Biz bütün o kin küdurətləri bir kənara qoyub, bir-birimizi bağrıma basmağı bacarmalıyıq. Biz fikirləşməliyik ki, həqiqətən bir məsələdə kimsə qalxanın ayağından dartmaq deyil, tam əksinə onun ucalmasından, yüksəlməsinə dəstək olaq. Bir-birimizə yardımcı olaq. Amma insanlar təəssüflər olsun ki, bir də görürük ki, özünü başqa yerdə görür, aşağıdakı insanlara yuxarıdan baxır, bu olmur. Çünki artıq o dövr deyil. Bu günlərim insanlar görə bilir, müşahidə apara bilir, səndən danışdığı zaman bunun səmimi olub olmadığını görə bilir, sənin nə qədər məsələn doğru danışıb danışmadığını analiz eləyə bilir, təhlil eləyə bilir. Ona görə belə şeylərdən qaçıb tam əksinə çox rahatlıqla fikir mübadiləsi aparmağı bacarmalıyıq və bilməliyik ki, bizim fərqli fikirdə olmağımız bizim bir-birimizə düşmənçiliyimiz deyil, əksinə bizim zənginliyimizdir. Bizim nə isə ortaya çıxarmağımıza rəvac verə biləcək bir amildir. Bunu nəzərə almalıyıq. Əsas məsələ budur. Siz danışa-danışa mən düşünürdüm ki, bəzilərini həqiqətən də bizi maarifləndirə biləcəyik. Amma ki, baxıram indi burada kommentlərə, həqiqətən də mümkün deyil insanlar. Bilmirəm, o başlar necə yuyulubsa, necə doldurulub sonra. Mümkün deyil də, yəni baxıram ki, elə də yazılar. Elə yazanların dizi yönləndirməsinə imkan verməyib. Mən ona görə heç kimin gündəminin içində olmuram. O gündəmi yaradacamsa özüm yaradacam, öz gündəmimi. Mən məsələn üçün çox üzr istəyirəm. Fani dünyalı bir izləyicimiz deyir ki, siz burada iki şeytan oturub güya siz doğru düzgün bir din yolundasınız. O mələk qardaşımıza təşəkkür edirik. Nə deyək? Adı da Fani Dünyadır. Bəli, Fani Dünyadakı olan mələk qardaşımızdan Allah razı olsun və yaxud da bacımızdan. Və çox təəssüf ki, bəli, indi yalancı bu dindoşlar, cindoşlar tökülmüsünüz bura. Özünüzə xas, özünüzə layiq bir şəkildə şərhlər yazırsınız. Baxın, dediyimiz budur ki, siz əslində elə ən böyük şeytan bəlkə də özünüzsünüz. Bu sözün özündə məsuliyyət çoxdur, amma yazılarınızdan buradan görürəm də kiminsə ailəsi ilə bağlı yazırsınız, kiminsə ailəsi ilə bağlı danışırsınız. Burada biz heç kimin ailəsini müzakirə eləmirik. Biz burada əsl Quran nə deyir və siz niyə bu qədər, o mənim həmkarım Kamran deyir, taxta başsız. Bax, onu müzakirə edirik. Və sizə ananız necə layla çalıb, nə deyib çalıb, Xomeyniyyə mi biyyət eləyin, yalandan hədislərə mi baxın, hədisləri mi əlinizdə bayraq tutun. Baxın, biz bunu əslində açmaq istəyirik burada. İndi kiməsə cin görsəni, kiməsə şeytan görsəni, bu dəqiqə fikrimizi dəyişək, deyək ki, ağam Xomeyniyyə əmr elə, biz nə olacaq? Bəlkə də İmam Zaman ağa biz olacaq, göydən yemiş. Nə bilim, mələk olacaq, nə olacaq? Bəzi onların, insanların həqiqətən bizim əsəblərimizi korlamamıza səbəb olmur, ona da dəyməz. Sadəcə olaraq insanlar da yazar, onlar virtual aləmdədir. Bəzən güzel bir söz var, klaviatura qəhrəmanları deyirlər. Onlar orada yaza bilərlər, insanlıq halıdır. Ancaq görüşdüyümüz zaman, müzakirə etdiyimiz zaman, tanış olduğumuz zaman həqiqətən çox üzr istəyənlər, halallıq istəyənlər olur. Yəni bəzən zamana ehtiyac var. Olur, bəli, olur. Çox ciddi zamana ehtiyac var. Çünki insan çox yaş faktoru var, həmin andakı əhval-ruhiyyə məsələsi var. Bəlkə kimləsə yoldaşıyla dalaşıb, evdə kimləsə dalaşıb, əsəbini buradan çıxır. Bu da ola bilər. Yəni ona görə mən insanlara o cürə yanaşmıram. Bu təbii bir haldır. O cürə fikirləşənlərə də demişəm ki, sizin əksəriyyətinə haqqımız da halal olsun. Amma biraz düşünün. Biraz fikirləşin. Biraz ağlınızı işlədin. Allah Quran-Kərimdə bizdən nə deyir? Əfələ təqulun, niyə ağlınızı işlətmirsiniz? Əfələ tətəfəkkərun, niyə fikirləşmirsiniz? Sonra tədəbbür eləməyimizi, analiz eləməyimizi istəyir. Biz bunu işlətmiriksə, deməli o yox hökmündədir. Və Quranda ağıl sözü isim olaraq gəlmir, ancaq feil olaraq gəlir. Yəni işlətdiyin zaman var, işlətmədiyin zaman yox hökmündədir. Bəli. Ona görə bəzi insanlar, çox insanlar var tanıdıqlarım, sonradan görüşdüklərim, hətta xaricə köçüb oradan mənə zəng edib, mesaj atıb halallıq istəyənlər olur. Bəzən dostlarımız vasitəsilə bunu eləyənlər olub. Hətta əleyhimdə videolar çəkib, ondan sonra o videolara görə onu silib, üzrxahlıq eləyənlər də var. Yəni ona görə mən bu dəqiqə insanlara Peyğəmbərə istinad edilən söz var, gözəl bir söz var. Deyir ki, ey Allahım, onlar bilmirlər, onları bağışla. Yəni bilməyən insan bilmədiyinin düşmənidir. İkinci bir tərəfi də bəzən həqiqətlər acı olur və üçüncü tərəfini də qeyd edeyim ki, bütün peyğəmbərlər gəldiyi zaman heç birləri ateist topluma gəlməmişdi. Həmin o peyğəmbərləri hər bir zaman qarşı gələnlər, etiraz eləyənlər, təhqir eləyənlər, ailələrinə zərbə vuranlar, ziyana salanlar həmişə dindarlar olur.
Bu təkcə Məhəmməd peyğəmbərlə bağlı deyil. Musa peyğəmbərlə bağlı da, ondan başqa Musa peyğəmbər, İsa peyğəmbər, Məhəmməd peyğəmbər, Nuh hamısının həyatına baxın, eynisini görəcəksiniz. Biz də onları nümunə götürürük. Onlardan öyrənməyə çalışırıq. Həyatımızı ona uyğunlaşdırmağa çalışırıq. Bu yolda da bu qədər daşların olacağını bilirik, təbii yanaşırıq. Təşəkkür edirəm mən sizə. Rəşad bəy, çox sağ olun. Dəvətimizi qəbul edib gəldiyinizə görə. Dəyərli izləyicilər, istəyir xoş sözlər yazdınız, istəyirsə də öz tərbiyənizi ortaya qoyub nə yazdısa, yenə də sizə təşəkkür eləyirəm və Allah böyükdür. Mən onun varlığına inanıram və inanıram ki, bir gün siz də həqiqətən haqq yolda gələcəksiniz. Kiminsə yolu ilə getmək, bəlkə də qayanın ən yüksəyində olmaqdır. Hər an oradan düşmə təhlükəsi ilə üzləşməkdir. Oradan uçub tikə parça olmaq deməkdir. Amma madam ki, Allahın yazdığı, nazil etdiyi bir Quran varsa, niyə Quranı da kənara qoyub bu hədislərlə, filanlarla biz belə deyək də öz həyatımızı daha da uçuruma atırıq. Biz dediyim, yəni əslində siz niyə həyatınızı uçuruma atırırsınız? Amma yenə də hər kəsin bir ağası olduğuna görə sizin də ağanız öz seçdiyiniz ağalardır. Allah kömək olsun deyib burada da proqramımızı yekunlaşdırmaq istəyirəm. Təşəkkür edirəm hər birinizə və xahiş edirəm dəyərli izləyicilərimiz, yayımızı bəyənmək, kanalımıza abunə olmağı unutmayın. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə sizdən ayrılırıq. Allah əmanət olun.